Xoş gördük əziz izləyicilər. Xatırladım ki, biz Kanal 7 olaraq bir müddət bundan öncə bir şikayətçinin şikayəti ilə, həmin şikayətin izi ilə Həmid avtosalonuna gəldik. Və Həmid avtosalonun qarşısında çıxış edən Ramil bəy öz şikayətini bildirdi. Biz də öz növbəmizdə çəkdik, işıqlandırdıq. Və sonradan aparılan araşdırmalar nəticəsində hər bir şikayət öz yolunu buldu və hal-hazırda Ramil bəylə biz buradayıq. Ramil bəy, buyurun. Mənim başıma gələn işdən bağlı mən buradan şikayət eləmişdim. Və hal-hazırda mənim maşınımız adımı qaytardılar. Mən yenə öz qaydasına düşdü. Mən Namik müəllimlə, eşə mənim şikayətim daha yoxdur. Mənə dəyən zərəri ödədilər, nə belə deyim. Sizə dəyən zərər deyərkən, siz yəni ki, buradan kreditə götürdüyünüz məbləği vaxtını keçirtmişdiniz. Yəni ki, siz bir ay gecikmə eləmişdiniz. Yəni ki, burada da belə aşkar oldu ki, burada olan gecikmə sizin günahınız ucbatından olmuşdu. Bir ay mənim günahım idi, keçirmişdim, amma indi iş öz qaydasını tapdı da, yəni mənim Namik kimdən şikayətim var yoxdur. Maşımı qaytardılar, verdilər özümə. Yəni humanistlik elədilər. Yenə sizin gecikməniz olmasına baxmayaraq, yenə Namik müəllim çox sağ olsun, öz humanistliyini bildirdi və o sizə qarşı heç bir tələbi, heç bir aqressiyası olmadı. Yəni siz şikayət etsəz də belə, sosial şəbəkələrə çıxsaz da belə, kanallarda şikayət etsəz də belə, yenə Namik müəllim öz humanistliyini göstərdi. Sizə yenə orada yığılan o pullara da güzəşt etdi belə Namik müəllim. Buyurun, buradan sözünüz nədir Namik müəllimə? Abşeron rayon polis idarəsinə qədər getdik, çıxdıq. Siz buradan istintaqın rəisinə öz təşəkkürünüzü bildirin. Abşeron rayon polis idarəsinə. Bəli, şikayətlərimi dala götürdüm. Sağ olsun Namik müəllim də hər şey qaydasına qoydu da, yəni. Çox sağ olsun. Biz də buradan öz növbəmizdə Həmid avtosalonuna təşəkkür edirik. Abşeron rayon polis idarəsinə təşəkkür edirik. Bugün bir şikayətçimizin şikayəti həll olundu. Şikayət desək də belə bir məqam yaranmışdı ki, yəni Ramil bəy özünün günahı ucbatına, yəni gecikməsi olduğu halda, yəni ki, bu çətinliklərlə üzləşmişdi. Bugün yenə Ramil bəy, Namik müəllim çox sağ olsun, güzəştə getdi və hər bir problemi öz yerini tapdı. Təşəkkür edirik bizi izlədiyiniz üçün. Bizə abunə olun, paylaşın ki, vaxt aşırı belə şikayətlərdən sizi xəbərdar. Salam. Bütün mənim bu araşdırmalarımdan sonra Abşeron rayon polis idarəsindən belə araşdırmalar kadrlarla, salonla bərabər səhv mənim özümdə olub, yəni keçişdirməm olub deyə, yəni aramızda anlaşılmazlıq oldu. Bu salon şərtlərinə mən uymamışam da, yəni indi şərtləri bir də mənə deyiblər, yəni budur, qaydası budur. Bütün araşdırmalar səhvi mənim özümdə göstərir. İndi salonun yərsidir, axsaqal bir şey, nə deyəcək, axsaqal deyəcək. Yəni sənin səhvin ucbatından Abşeron rayon polis idarəsindən və Həmid avtosalonundan üzr istəyirsən ki, bu qədər, yəni ki, kimlərinsə vaxtını aldın. Hal-hazırda sənə olunan, belə deyək, hörmətdən, sənə olunan güzəştdən razısanmı? Bugün sənə maşın qaytarıldı, maşını götürdün, sənə 1000 manatda güzəşt olundu. Razısınızmı? Buradan kimə təşəkkür edirsən, çox sağ ol deyirsən? Rəhbərliyinə, Eşəndə, Namikdir, onlara minnətdarım. Keçən dəfə bizim çəkilişimizdə müəllim bizim qarşımıza çıxdı, kamera qarşısına. O söylədi ki, bütün sənədlərimiz yerindədir, hər şeyi araşdırıb, sonra yəni ki, araşdırmadan sonra biz müəllimin kim olduğunu bilmədik, avtosalonda hansı vəzifə daşıdığını bilmədik, ona görə də Namik müəllim burada olmadığı üçün bir çəkiliş çəkdik, paylaşdıq. Hal-hazırda da həmən çəkiliş sosial şəbəkələrdədir və təksib videosu çəkdik. Təşəkkür edirik hər ikinizə, təşəkkür edirik Namik müəllimə, təşəkkür edirik Abşeron rayon polis idarəsinə, şəxsən Abşeron rayon polis idarəsinin istintaqın rəisi Müşfiq müəllim, sizə çox təşəkkür edirik və sizin də maşınınız xeyirli, uğurlu olsun.